təbii müalicə vasitəsi kimi istifadə olunur və bəzi alternativ təbabət mütəxəssisləri onu xərçəngə qarşı dəstəkləyici vasitə kimi də tövsiyə edir. Ud hindinin faydaları elmi və xalq təcrübəsinə əsasən güclü iltihab əleyhinə, virus, bakteri və göbələklərə qarşı immunitet sistemini aktivləşdirir, nəfəs yollarını açır, sinüzit və astmaya qarşı faydalıdır. Bəzi tədqiqatlarda xərçəng hüceyrələrinin böyüməsini ləngitdiyi göstərilib, xüsusən də laboratoriya mühitində. Xərçəngdə dəstək məqsədli ud hindi istifadə reseptləri. Diqqət! Aşağıdakı üsullar əlavə dəstək üçün nəzərdə tutulur. Heç bir halda klinik müalicəni əvəz etmir. Bal ilə qarışıq ən məşhur üsul. Tərkibi: 1 çay qaşığı ud hindi tozu, 1 yemək qaşığı təmiz bal. İstifadəsi: gündə 2 dəfə səhər və axşam. Ac-qarına qəbul etmək tövsiyə olunur. Xərçəngin növündən asılı olaraq 2-3 ay davam etmək olar. Bal ud hindinin təsirini gücləndirir,